أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا وسيد المرسلين محمد وآله الطاهرين. واللعن الدائم على أعدائهم أجمعين من الأولين والآخرين إلى لقاء يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Möhtərəm möminlər, möhtərəm möminələr, Allah bu mübarək Cümə gününü hamımız üçün xeyirli, uğurlu, bərəkətli qərar versin. Bu gözəl günün feyz və bərəkətindən bizləri binəsib eləməsin. Dünyadan köçüb gedənlərimizi, şəhidlərimizi rəhmət eləsin. Xəstələrimizə, xüsusən duaya ehtiyacı olan xəstələrimizə tezliklə şifa inayət eləsin. Müşkillərimizi, problemlərimizi Allah öz Allahlığına xatir Peyğəmbər və Ali Peyğəmbərin hörmətinə tezliklə həll eləsin. Darda olanlarımıza tezliklə nicat versin. Allah dünyamıza əmin-amanlıq versin. Bizim əmin-amanlığımızı bizlərə çox görməsin inşallah. İmam Zaman ağanın zuhurunu tezləşdirsin. Zuhuru ilə dünyamızı gözəlləşdirsin. Bizləri ağanın zuhuruna hazır olanlardan və qəlbini razı salanlardan qərar versin inşallah. Hamımızın aqibətini, axirətini xeyirli və izzətli qərar versin inşallah. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi 3 dəfə ucalı salavatla yad edilir. Bu günlər, əziz qardaşlar, aprel şəhidlərinin il dönümüdür. 10 il bundan qabaq bizim əziz balalarımız, qardaşlarımız bu vətənin, bu torpağın üstündə canlarını fəda elədilər. Aprel şəhidləri, onları da hörmətlə yad edirik. Allahdan onlara rəhmət, valideynlərinə, yaxınlarına, ailələrinə Allahdan can sağlığı və səbr diləyirik inşallah. Allah onları rəhmət eləsin. Allah ruhlarını şad eləsin. Allah ölkəmizə bir daha müharibə göstərməsin inşallah. Allah subhanahu və teala bir daha gələn günlərimizi daha xeyirli, daha uğurlu qərar versin inşallah. O şəhidlərimizin də ruhları şad olsun. Bütün ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin ruhları şad olsun. Hamılarının ruhlarına ucalı bir salavat ehsan edin. İnsan ictimai bir varlıqdır. Bunu biz öz fitrətimizlə dərk edirik. Və Qur'an-ı Kərim də bunu açıq-aşkar bizə ayələrində izah edir. İnsan ictimai varlıq olduğu üçün dəfələrlə bu cümləni məndən eşitmişsiniz ki, Allah ona görə bizi bir-birimizdən möhtac yaradıb. Sən mənə, mən sənə möhtacam. Elə bu özü bizim bir-birimizə ehtiyaclı olmağımız bizim ictimai bir varlıq olmağımızın ən bariz nə idi? Nümunəsidir. Biz bir-birimizə möhtacıq. Biz bir yerdə güclüyük. Biz heç vaxt tək, tənha çəkilib kənara yaşaya bilmərik. Bu bizim təbiətimizə zidd bir şeydir. Elə ona görə də biz bir cəmiyyət kimi bir yerdəyik, amma bundan da əlavə biz insanlar özümüz öz aramızda kiçik cəmiyyətlərə bölünürük. Hər birimizin özümüzə uyğun, xasiyyətimizə uyğun dostlarımız var, tanışlarımız var. Onlarla otururuq, onlarla dururuq, onlarla söhbət edirik.
Bax, Qurani-Kərim bizim üçün, insan üçün ən təhlükəli düşmənlərdən birini məhz elə nədir? İnsanın o yoldaşları, o dostları. Aman o dostlar, o yoldaşlar bəzən insan üçün rahatlıq yox, təhlükə mənbəyinə çevrilir. Qurani-Kərim ayələrində bizi onlara qarşı diqqətli olmağımız və onlardan ehtiyatlı olmağımıza dəvət edir. Çünki baxın, əziz qardaşlar, Quranın məntiqinə əsasən sənin dostun, sənin üzvə gülən, sənlə hər gün oturub duran insan deyil. Dostluq bir yoldur. Yoldaşlıq bir yoldur. O yol ya səni cənnətə aparar, ya səni cəhənnəmə aparar. Quran məntiqinə əsasən dostluq, yoldaşlıq bir yoldur ki, o ya səni Allaha itaət etməyə aparar, ya da Allaha üsyan eləməyə səni nə eləyər? Vadar eləyər. Ona görə də Allah Qurani-Kərimin Zuhruf surəsinin 67-ci ayəsində, bax, gözəl bir ayədə bizə xəbərdarlıq ünvanında belə bir ayə nazil edib. Əl-əxilləu yevməizin ba'duhum li ba'din adu illəl muttəqin. Deyir, qiyamət günündə bəzi dostlar bir-birinə qiyamət günündə düşmən olacaqlar. Başqa bir ifadə ilə dünyada olan bəzi dostluqlar, yoldaşlıqlar qiyamət günündə düşmənçiliyə çevrilər. Burada bir-birinə can deyib, can işidən insanlar oranın dəhşətini görəndən sonra hərə günahı öz dostunda, yoldaşında görər. Sən məni buna vadar elədin, o deyər sən məni buna vadar elədin. Ona görə Allah deyir nədir? Qiyamət günündə o gün bəzi dostlarla, dostların bəziləri bir-birlərinə düşmən olarlar. Davamlı dostluq, o dostluq olar ki nədir? O insanların dostluğu olar ki, onlar nədir? Təqvalı insanlardılar. Onların dostluğu Allaha xatir olub. Onların dostluğu müəyyən sağlam meyarlara söykənən dostluq olub. Onların dostluğu ancaq fikir saxlamağa olmayıb. Ona görə baxın, Zuhruf surəsinin bu ayəsi çox önəmli ayədir. Və bizi vadar edir ki, biz özümüzə sual verək, soruşaq. Bu günləri biz məcburuq, biz insanlar bir-birimizlə əlaqədə olmalıyıq, bir-birimizlə rabitədə olmalıyıq, bir-birimizlə oturmalıyıq. Lakin gündə oturduğumuz insanlar, görəsən, həqiqətən də bizə fayda verən insanlardır. Allah istəyir, biz bu sualı özümüzə verək. Görəsən, həqiqətən də bu dostluq bizə fayda verəcək qiyamət günündə, yaxud bu dostluq bizim üçün qiyamət günündə bəlaya çevriləcək. Bu sualı hər bir fərd, xüsusən də hər bir gənc özünə hər gün təkrar verməlidir. Madam Allah belə bir ayəni bizə nazil edib və bizə bu ayə ilə, bu ayə vasitəsilə xəbərdarlıq edir. Bəzi dostlar qiyamət günündə bir-birinə nə olar? Düşmən olar. Yalnız təqvalılardan başqa. Ona görə əzizlər, bir daha hər birimiz, mən keçən xütbədə də, keçən cümlədə də dedim, bəzən insanı bəlaya sürükləyən əsas amillərdən biri pis yoldaş olur, pis dost olur. Yaxşı kişilərin övladlarını pis dostlar nə ediblər? Bəlaya salıblar. Ona görə Qurani-Kərim bizə dostlara, yoldaşlara qarşı diqqətli ol. Hər sənin üzvü güldürən sənin dostun deyil. Hər oturduğun, həmsöhbət olduğun, ondan öz zənnincə müsbət enerji aldığın insan sənin dostun deyil. Dostluq ilahi meyarlara söykənməlidir Quran məntiqinə əsasən. Ona görə əziz qardaşlar, dost, o dostdur ki, sən onunla oturanda Allahı sənin yadıva salır. Dost, həqiqi dost o insandır ki, sən onunla oturan zaman Allaha necə yaxınlaşmaq lazımdır, xeyir işlər necə görmək lazımdır, mənəvi məqamlarda necə yüksəlmək lazımdır. Bu söhbətləri səndən eləyən insan həqiqi dostundur. Amma o insan ki, Allahı sənə unutturur,
O insan ki onun məclisi ancaq lağlağadan ibarətdir. Ancaq demək, gülmək. Elə bil ki, məsələn, bəzən bəzi dostlarımız var, biz onlara deyirik ki, insan bundan oturanda darıxmır. O həqiqətdə dost deyil, o klondur. O səni güldürmək üçün bir vasitədir. Ona görə o cür dost nə qədər səni güldürsə də, nə qədər sənin yorğunluğu alsa da, bir o qədər səni Allahdan uzaqlaşdırır. İmam Cəfər Sadiqdən gözəl bir rivayət deyir. Kullu xullətin kanət fid dünya fi qeyrillah fəhiyyə adavatun yevmil qiyamə. Deyir, dünyada bütün dostluqlar ki, dünyada Allaha görə olmayıb, bilin, 100% bunu qəti bilin ki, o qiyamət günündə düşmənçiliyə çevirirlər. O dostluqlar ki, kökündə Allah olmayıb, nə qədər möhkəm olubsa, İmam Sadiq deyir, nədir? Bilin ki, qəti o qiyamət günündə düşmənçiliyə çevirirlər. Bunun başqa yolu da yoxdur ya. Çünki mən, sən, Allah uzaq eləsin, bir yerdə dostluq eləmişik, bir-birimizlə vaxt keçirmişik, Allah bizim yadımıza düşməyib, sən mənim yadımdan, mən sənin yadından Allahı nə eləmişəm, çıxartmışam, qiyamət günündə də o bəlanı görəndə sən günahı məndə görəcəksən, mən günahı səndə görəcəyim. Bu təbiidir də bu. Sən deyəcəksən ki, axı, sən niyə belə elədin? Mən deyəcəm, sən niyə belə elədin? Ona görə, bax, İmam Cəfər Sadiq deyir, bütün o dostluqlar ki, dünyada Allaha görə olmayıb, qəti bilin ki, o qiyamət günündə düşmənçiliyə çevriləcək. Qəti bilin ki, burada bir-birindən ayrılmayan o dostlar, o dostluqlar ki, Allaha xatir olmayıb, onlar qiyamət günündə bir-birinin üzünə durarlar. Bir-birinin üzünə durarlar. İlahi məhkəmədə bir-birinin üzünə durarlar. Başqa bir rivayətə Həzrəti Əli əleyhissalatu vesselam gözəl bir söz deyir. Bizim üçün dostluğun meyarını neylir, açıqlayır. Həqiqətən də bu günləri bu bizim ən önəmli yaralı yerlərimizdən biridir. İmam Həzrəti Əli əleyhissalatu vesselamın hikmətli sözlərindən birində deyir: "Əs-sadiqu mən sadaqəkə, la mən saddaqəkə." Ərəb dilində dosta sadiq, o sadiqlik sözündən götürülmüş, kökündən götürülmüş ifadə ilə deyirlər. Sadiq, dost deməkdir. Və yaxud başqa bir cümlə ilə, başqa bir ifadəsi sinonimi də var, xəlil deyirlər onu. Necə ki, biz İbrahimə deyirik xəlilullah, Allahın dostu. Ərəb dosta xəlil də deyir, sadiq də deyir. Sadiq, sadiqlik sözündəndir. Həzrəti Əli əleyhissalatu vesselam deyir, dost, həqiqi dost o insandır ki, sənə nə edir? Sənə sadiq olur, sənə səhvlərini xatırladır. Sənin həqiqi dostun səni hər şeyinlə təsdiqləyən insan deyil, bunu yaddan çıxarma. Sözə bax Həzrət Əlinin sözünə. Sənin həqiqi dostun sənə səhvlərini xatırladan və səninlə sadiq olan insandır. Düz olan insandır. Səni hər halınla təsdiqləyən insanı Əli əleyhissalatu vesselam deyir, özünə dost sayma, o yaltaqdır. O hansısa məsləhətə görə səni hər halınla qəbul edən insandır. Mən hər halımla düz ola bilmərəm. Həqiqi dost sadiqdir. Mən düzəmsə deyirsən düzsən. Mən səhvəmsə sənə deyir ki, sən nəsən? Bu sadiqlik problemi yaşayırıq biz. Biz cəmiyyətdə sadiqlik problemi yaşayırıq. Hər sahədə belədir. Nə qədər insanları yalan təriflərlə bədbəxt eləmişik biz. Nə qədər insanları. Bu insan məsələn, bizim bu sadiqliyə ancaq yoldaşlıqda, dostluqda yox ha. Hər sahədə ehtiyacımız var. Bu günləri bizim cəmiyyətimizin sadiq müəllimlərə ehtiyacımız var. Çünki müəllim cəmiyyəti yetişdirəndir. Müəllim kiməsə görə belə istedadı olmayan şagirdi haqq-nahaq tərifləyən müəllim deyil. O tamahkardır, o ticarətçidir. O kiməsə görə sən əlasan, sən yaxşısan, amma zaman keçə-keçə görürsən ki, sən heç kimsən. Ona görə mən dəfələrlə Həzrəti Əlinin bu sözünü
xatırlayıram və sizə də xatırladıram ki, Həzrəti Əli deyir, insanı bədbəxt eləyən, sərxoş eləyən, məst eləyən, məhv eləyən ən əsas amillərdən biri tərifdir. İstəyirsən birinin evini yıxasan, tərifli onu. Sən yaxşısan, sən əlasan, sən beləsən. 5 gündən sonra görər özünü nümunəvi insan kimi hər şeyini eləyər. Elə bilər ki, mən idealam, ondan sonra heç kimi bəyənməz. Ona görə Həzrəti Əli əleyhissalatu vesselam deyir, Əs-sadiqu mən sadaqəkə. Əsl dost sənə səhvlərini doğru, düzgün formada hədiyyə eləyən insandır. Səndən belə rahat formada səhvsən. Lap belə mən sənə səhvi sənin üzvə desəm, sənlə mənim aramda, məndən incisən də mən sənə deməliyəm bunu. Doğru doğrudur, yalan yalandır. Düz düzdür, səhv də səhvdir. Əziz qardaşlar, bizim hər halımızla bizi tərifləyən insanlar, bunu bilin, xüsusən gənclər, bunu bilin, bizim hər halımızla bizi tərifləyən insanlar bizim dostumuz yox, bizim düşmənlərimizdir. İdeal insan ancaq məsumlardır. Burada danışanın da, dinləyənlərin də hamının özünə görə nədir səhvləri var. Mən ideal deyiləm, siz də heç kəs məsumlardan başqa deyə bilməz ki, mən idealım. Ona görə nədir? Quran-ı Kərim, Peyğəmbər və Əhl-i Beyti bizə meyar verir ki, sən kimlə oturmalısan? Kimlə yoldaşlıq eləməlisən? Dostluq, yoldaşlıq, bəli, istirahət də lazımdır. Amma mən nə üçün bu insanla bir yerdə otururam? Bu çox önəmlidir. Ona görə, əzizlər, bu ayə və hədislərə əsasən biz bir daha, xüsusən bizim gənclərimiz, hətta gəncdən söhbət getmir, bu dünya məsələsi deyil. Madam Allah deyir ki, bu ahirətə bağlı olan bir məsələdir. Onda gərək biz hər birimiz öz dostluqlarımıza yenidən nəzarət eləyək. Oturduğumuz, durduğumuz insanlara yenidən nəzarət eləməliyik. Nə qədər gec deyil, nəzarət eləməliyik. Allahın insana verdiyi ən böyük nemətlərdən biri yaxşı dostdur. Sadiq dostdur. Allaha xatir sənlə nədir? Dostluq eləyəndir. O insandır ki, sən unudanda o sana nə eləyir? Xatırladır. Səhv eləyəndə sənə nəsihət eləyir. Sən olmasan da belə həmişə öz dualarında səni yaddan çıxarmır. Sənin çətin günlərində sənin yanında olur. Bu meyarlar bu insanda varsa o dostdur. Yoxsa yemək dostları, süfrə dostları, çayxana dostları, inanın ki, bunlar dost deyirlər. Biz onları dostdan zənn edirik. Ona görə də pis dost, dost geyimini geyinmiş həqiqətdə isə nədir? Ən böyük düşməndir. Buna qarşı biz diqqətli olmalıyıq. Ona görə də Allah Furqan surəsinin baxın 27-28-ci ayəsində baxın nə deyir. Nə qədər bu məsələlər önəmlidir ki, Allah Quran-ı Kərimdə bir neçə yerdə bizi ehtiyatlı olmağa dəvət edir və bu ayə də bizə belə deyir. Deyir və yevmə ya'uddu zalimu ala yedeyh. Deyir, bir gün gələcək, bəzi zülm eləyən insanlar öz barmaqlarını dişləyəcəklər, əllərini dişləyəcəklər. Bizim, görürsünüz, biz də bəzən biri səhv eləyəndə dişləmir belə, yəni mən səhv eləmişim. Allah da o ifadə ilə bu ayədə deyir, Furqan surəsinin 27-28-ci ayəsində, deyir, bir gün gələcək bəzi zülm eləyənlər öz əllərin dişləyəcəklər. Nə deyəcəklər? Yəqul deyər. Ya leytəni ittəxəztu ma'ar rəsuli səbila. Kaş mən Peyğəmbərlə, sənin göndərdiyin rəsulla bir yola çıxaydım. Onun yolunda olaydım. Kaş onun sözlərini nə eləyəydim? Qəbul eləyəydim. Ya veylətə leytəni ləm ətəxiz fulanan xəlila. Vay olsun mənə. Bu 28-ci ayədə. Kaş mən filan kəsi özümə dost götürməyəydim. Məni bədbəxt o elədi. Bu Quran ayəsi deyir. Kaş mən gərək filan kəsi özümə dost götürməyəydim.
məni bu günə salan o oldu. Ona görə əziz qardaşlar, Allah Qur'an-ı Kərimdə Peyğəmbər və Əhl-i Beyti öz sözlərində ən təhlükəli bir yolu diqqətlə, o yola çıxmazdan qabaq bizə o yolu seçməkdə diqqətli olmağa nə edir? Dəvət edir. O da nədir? Dostluq, yoldaşlıqdır. Bu günləri həqiqətən də yaxşı dost səni ucalardan ucaya qaldırır, pis dost səni məhv edir. Tək səni məhv eləmir, sənin gələcəyini məhv edir. Sənin ailəvi məhv edir. Bu günləri həqiqətən də o qədər xəyanətkar dostlar, o qədər belə mənbərdən, məsciddən uzaq şərəfsiz dostlar var ki, o dostların sayəsində insanların, dost demək olmaz, o namərdlərin sayəsində. Çünki dost adı mübarək bir addır, müqəddəs bir addır. Hər insana dost demək olmaz. Onlar namərd insanlardılar. Ona görə bizim valideynlər kimi də biz diqqətli olmalıyıq. Özümüz də hər vaxt kimlə otururuksa, o insan əgər həya gözləməyən insandırsa, biz onunla oturmamalıyıq. Allah meyar qoyub. Bu günləri mən Xaliqi razı salmalıyam. Hər yerdə ki, mənim Allahımın razılığı var, mən orada olmalıyam. Əks təqdirdə mən oradan uzaqlaşmalıyam. Əgər uzaqlaşmıramsa, demək mən, belə deyək də, Allah deyir, olma, mən deyirəm, yox, mən burada olacağım. Mən Allahımı saymıram demək. Demək, mən Allahdan qorxmuram. Ona görə əziz qardaşlar, bir daha Quran bizim üçün hər gün bu həyəcan təbirlərini eləyir. Vurur ki, ehtiyatlı olun. Evinizi yaxın yoldaşlarınız, dostlarınız yıxır. Nə üçün? Mənim, sənin, bizim hamımızın səhv atdığımız addımlara görə. Gəlin biz də bir daha özümüzə qaydaq bu ayələri özümüz üçün nümunə götürək ki, buradakı bizim dostluqlarımız qiyamət günündə düşmənçiliyə çevrilməsin. Və Allah bizi inşallah təqva əsası üzərində Allaha görə dost, yoldaş seçənlərdən qərar versin inşallah. Allah subhanahu və teala yaxşı dostları var eləsin, yaxşı dostları, yoldaşları qorusun və bizim balalarımızın, gənclərimizin qarşısında yaxşı insanlarla dostluq eləməyi nəsib eləsin. Bu dostluq, yoldaşlıq əzizlər burada bitən şey deyil. Burada bitən şey deyil. Çünki Quran-ı Kərim deyir nədir? Sadiqlərlə bərabər olun. Allahdan qorxun, təqvalı olun, sadiqlərlə bərabər olun. Allah Quran-ı Kərimdə bizə bəzi insanların dostları kimlərdir deyir qiyamət günündə. Peyğəmbərlər, şəhidlər. Biz əgər burada doğru düzgün seçim eləyə bilsək, yaxşı insanlarla, Allaha, Peyğəmbərə, Əhl-i Beytə dəyər verən insanlarla oturmağı bacara bilsək, İnanın ki, elə Allah Quran-ı Kərimdə verdiyi vədə ki, sizin dostlarınız peyğəmbərlər, şəhidlər, nə bilim, yüksək insan, siddiqlər, inşallah o dostluqları da biz burada diqqətli seçimimizə görə nə eləyə bilərik? Əldə eləyə bilərik inşallah. Allah bizi səhv addımlardan özü qorusun inşallah. Allah subhanahu və teala gənclərimizi və gəncliyimizi bütün xəta və bəlalardan hifz eləsin. Gələn günlərimizi daha xeyirli, daha uğurlu, daha bərəkətli qərar versin inşallah. Ən gözəl kəlam Allah kəlamıdır ki, Quran-ı Kərimdə deyir, Bismillahirrahmanirrahim, Vəl-asri innəl insana ləfi xusr, illellezine amanu və amilussəlihati və təvasav bil-haqqi və təvasav bis-sabr. Amennā billah, sadaqallahul aliyyul azim. Vəssalamu aleykum cəmiən və rahmetullahi və barakatuhu.